Salam Real Qızıl izləyiciləri, videomuza xoş gəlmisiniz. Bugünkü videomda sizlərə Rollercoin saytı ilə internetdən necə pul qazana bilərsiniz, onun yollarını göstərəcəm. Əlavə olaraq demək istəyirəm ki, siz əgər Rollercoin saytını istifadə edirsinizsə, yeni gələn etkinliklərdən, yeni pul qazanma metodlarından və mining aparatlarınızı necə sürətli inkişaf elətdirə bilərsiniz, bunlardan bəhs eləyəcəm. Ona görə videonu mütləq sonuna qədər izləməyinizi tövsiyə edirəm. Elə isə saytımızın izahına keçək. Saytın premium qeydiyyat linkini həm yorumlar, həm də açıqlama hissəsində yerləşdirəcəm. Üzərinə klik edib rahatlıqla qeydiyyatdan keçib öz bonusunuzu əldə edə bilərsiniz. Rollercoin hesabınıza daxil olduğunuz zaman sizdə də belə bir səhifə açılacaq. Sadəcə fərqli olaraq bu gördüyünüz mənim mining aparatlarımdan sizdə olmayacaq, boş olacaq. Strategiyalarımıza, taktikalarımıza və yuxarıda gördüyünüz yeni gələn etkinliklər keçməmişdən əvvəl sayt haqqında qısa bir məlumat vermək istəyirəm və yeni çəkilişimizdən bəhs etmək istəyirəm. Videonun bir hissəsində sizin Rollercoin hesabınıza çəkilişlə bir nəfərə $30 balans yatıracağam. Şərtlər və necə qatıla bilərsiniz haqqında videonun davamında bəhs eləyəcəm. Sayta yeni başlayanlar üçün saytı qısa formada izah etmək istəyirəm. Saytda müəyyən bir sürətimiz mövcuddur. Hansı ki, mənim hal-hazırda gördüyünüz kimi 802 pH-lıq bir gücüm var və bu gücə uyğun kriptovalyuta qazanıram. Bəs gücümüzü necə artırırıq? Saytda oyunlar oynayırıq, mining aparatları alırıq, tapşırıqlar tamamlayırıq və fərqli oyunlar oynayaraq sürətimizi qaldıra bilərik. Və hal-hazırda yuxarı hissədə gördüyünüz kimi mənim balansımda hansı kriptovalyutadan nə qədər qazandığımı görürsünüz. olan RLT isə oyunun öz valyutasıdır və 1 RLT təxmini olaraq $1-dır. Qeyd etmək istəyirəm ki, bu saytdan real şəkildə yuxarı məbləğlər qazanmaq olur, amma o qədər sadə deyil. Yəni siz 5 gün ərzində, 1 həftə ərzində burdan 1000 manat, 2000 manat aylıq qazana bilmərsiniz. Müəyyən bir əziyyət çəkməlisiniz. Mining aparatlarınızı artırmalısınız, gücünüzü artırmalısınız, daha sonra qazanc arxası ilə gələcək. Həmçinin sayt haqqında araşdırmalar etsəz, sayt 7 ilə yaxındır ki, aktivdir və ödəmələri real şəkildə eləyir. Mən bu saytdan 6 il əvvəl qeydiyyatdan keçmişəm. Kanalınızı uzun müddətdir izləyənlər artıq buna şahiddirlər və görüblər. Əvvəlcə sizə sayta gələn yeni etkinliklərdən danışmaq istəyirəm. Sayt tez-tez yeniliklər gətirir, yeni etkinliklər gətirir. Biz həmin etkinliklərə qatılaraq yeni miner aparatları ala bilirik. Birinci olaraq yuxarı hissədə gördüyünüz Round 1 Voting hissəsi üzərində klik eləyirəm. Düzünü desəm, burada gələn bu etkinliyi mən o qədər bəyənmədim. Amma sizə ümumi məntiqini izah etmək istəyirəm. Burada iki tərəf mövcuddur. Aşağı hissəyə gəlirəm. Gördüyünüz kimi bir anomali tərəfi, bir də agent tərəfi. Siz burada 1 RLT-yə tiketlər alırsınız, yəni biletlər alırsınız. Mən video üçün əvvəlcə 2 bilet almışdım. Ümumilikdə 25.000 bilet satılır burada gördüyünüz kimi. Və bu hissələrdən, yəni anomali və ya agent, bunların birinə səs verirsiniz və ona uyğun hədiyyələr qazanırsınız. Yəni necə hədiyyələr qazanırsınız? Reward hissəsinə gəlirəm. Burada gördüyünüz kimi qalib gələn tərəfə birinci yerə 100 RLT, yəni $100 və 28 pH-lıq bir aparat verir. 28 pH-lıq aparat yaxşıdır, düzdür. Amma ki, birinci olan adama baxaq, 200 bilet alıb, yəni təxmini 200 RLT. Yəni 200 RLT-lik bilet alıb, amma 100 RLT pul qazanır, 100 RLT-yə də bu aparatı almış olur. Və bu aparata 100 RLT kifayət qədər bahadır. Ona görə bu hissəni o qədər tövsiyə eləmirəm. Sadəcə hər gün 1 bilet, 2 bilet ala bilərsiniz mənim kimi. Burada gördüyünüz 5 hədiyyəni ala bilərsiniz. Burada əsas olanlar bu iki aparatlardır. 13 pH-lıq güc verirlər. İki aparat təxmini birlikdə 27.4 pH-lıq güc verir. Normaldır, bu aparatı sonra sata da bilərsiniz. İstəyirsinizsə birlikdə səs verək. Qalib tərəf hal-hazırda birinci tərəf göstərir. 69% ilə birincidir. Aşağı hissəyə gəlirəm və birinci tərəfə vote, yəni səs verirəm. Bir daha səs verəcəm. Gördüyünüz kimi hal-hazırda birinci görəvi tamamladıq. Hətta gördüyünüz kimi birinci hədiyyəni də qazandıq. Bu formada 5 hədiyyəni də qazana bilərik. Hal-hazırda bilet yoxdur, çünki hamısı satılıb. Bir gün 56 saatdan sonra yenidən ikinci raund olacağı gözlənilir. Əsas səhifəmə təkrardan qayıdıram və növbəti olaraq yuxarı hissədə gördüyünüz Sigma seti göstərmək istəyirəm. Həmçinin sizə demək istəyirəm ki, burada gördüyünüz etkinliklər, yeniliklər qısa müddət üçün gəlib. Məsələn, bu 2 gün 55 dəqiqə qalıb bunun bitməyinə. Siz yəni bu müddət ərzində bunu istifadə edə bilərsiniz. Amma ümumi olaraq dediyimiz zaman bütün etkinliklər bir-birinə oxşar formada olur və önəmli etkinliklər gəldikcə mən kanalımızda bu videoları paylaşmağa çalışacağam, izahlarını
hansı sərf eləyir, hansı sərf etmir, bunu hesablamış şəkildə sizə göstərəcəm. Ona görə mütləq kanalımıza abunə olub, Roller Coin ilə bağlı videolar izləməyi unutmayın. Burada bir-birimizə dəstək olub, bir-birimizin məlumatlardan yararlanıb öz sürətimizi qaldırmağa çalışa bilərik. Yaxşı, bəs bu setin mənası nədir? Eyni qaydada burada da mining aparatları verir. Gördüyünüz kimi 109 RLT-yə verilir bu təklif. Daxilində nələr mövcuddur? 10 pH-lıq 6% aparat, 4 pH-lıq 4% aparat, 2.5 pH-lıq 2%li aparat və ümumi 10%li rəf bonusu verir. Əlavə olaraq demək istəyirəm ki, bu kimi setlərdə əlavə də bizə bir bonus verir. Yəni, sol hissədə storage hissəsi üzərinə gəlirəm və burada sol hissədə sets üzərinə klik etdiyimdə burada ümumi setləri göstərir. Hal-hazırda bizə göstərilən Royal set idi. Üzərinə klik eləyirəm. Baxın, burada göstərir ki, sağ hissədə olan 6 aparatdan ikisi bizim bu rəfimizdə olduqda 25%li əlavə bonus alırıq, 4-ü olduqda isə 45%li bonus alırıq. Yəni biz əvvəlki hissədə 109 RLT-lik paket aldığımızda, burada rəfdə gördüyünüz 4 miner'ın 4-ünü də bizə verir və 45%li əlavə bonus alırıq. Və qeyd etmək istəyirəm ki, müəyyən bir yerə qədər güc önəmlidir. Yəni 5 pH, 3 pH gücünüzü artırmağa çalışın. Amma müəyyən bir yerdən sonra faiz daha qat-qat önəmlidir. Yəni sizin mining aparatlarınız ümumi 100 pH-lıq gücü ola bilər. Amma 200%lik ümumi bir bonusunuz olsa, əlavə 200%, yəni 200 pH əlavə qazanıb ümumi 300 pH gücünüz olur. Hansı ki, mənim burada profil hissəsində göstərmək istəyirəm. Profil stats. Aşağı hissəyə gəlirəm. Baxın, mənim hal-hazırda 258 pH-lıq bir miner gücüm var. Amma 187%-im olduğuna görə 486 pH bu faiz gücündən qazanıram. Yəni biz burada faiz gücünü nə qədər çox qaldırsaq, bir nöqtədən sonra bu qazanc qat-qat yuxarı olacaq. Əgər sizin 2000%lik bir gücünüz olsa, siz 1 pH-lıq aparat belə alsanız, 2000%, yəni 20 qat daha çoxun sadəcə bonusdan qazanacaqsınız. Yəni 21 pH ümumi gücünüz olacaq. Əsas səhifəyə yenidən qayıtmaq istəyirəm. Burada gördüyünüz kimi sağ hissədə olan 2 etkinlikdən danışdıq. İndi Dracula etkinliyindən danışmaq istəyirəm. Bunun hal-hazırda 50 dəqiqə sonra bitir. Yəqin ki, ala bilməyəcəksiniz, amma yenə də danışmaq istəyirəm. Çünki hamster haqqında çox insanlar məndən soruşur. Sol hissədə Expedition hissəsində hamsterlar var. Üzərinə klik eləyirəm. Hal-hazırda gördüyünüz kimi mənim bir ədəd hamsterim mövcuddur və bunu təxmini 5-6 gün əvvəl aldım. Expedition hissəsində isə fərqli xəritələr var. Ümumi məntiq odur ki, siz özünüzə hamster alırsınız. Daha sonra hamsteri burada gördüyünüz xəritələrdə döyüşə göndərirsiniz və o döyüşdən fərqli hədiyyələr qazanırsınız. Təbii ki, burada hamsterin güclü və zəif olmağından da asılıdır, həmçinin xəritədən də asılıdır. Məsələn, burada gördüyünüz xəritədə bir gün döyüşür, çətinliyi 8-dir, hədiyyə dəyəri 8-dir, hədiyyə miqdarı 9-dur. 3 saatlıq olan daha asandır, daha az hədiyyələr verir. Hal-hazırda mənim hamsterim artıq döyüşdən gəlib. Birazdan bunun da hədiyyələrini sizlə asacağam. Əsas səhifəyə yenidən qayıdıb həmin hamsterə daxil olmaq istəyirəm. Amma qeyd etmək istəyirəm ki, bu hamsterin özəllikləri çox aşağıdır. Gördüyünüz kimi canı 10-dur. Maksimum ümumilikdə 100 güc olur, 100 can olur və 100 şans olur. Və bu hamsterin canı 10-dur. Gücü 50-dir, şansı isə 90-dır. Və əlavə olaraq özəlliyi plus 30 XP-dir. Düzünü desəm, mən bu hamsteri bəyənmədim, almağınızı tövsiyə eləmirəm. Amma mənim hamsterimin özəlliyini göstərmək istəyirəm sizə. Baxın, hal-hazırda 25 canı var, 91 gücü var. Bunu 1 artırmışdım, level artırmışdım. Və 88 gücüm var, amma 80-dən qaldırmışam buna. Mənim hamsterimin özəllikləri isə relax time 40%-dir. Hamsterimiz döyüşdən gəldikdən sonra bir gün istirahət eləməlidir. Həmin vaxtı 40% azaldır. Bu çox sərfəli bir özəllikdir, çünki daha tez qazanmış olursunuz. Və əlavə olaraq bunu almağımın səbəbi odur ki, burada gördüyünüz kimi 5 sandığımızdan 3 qat hədiyyə qazana bilirik. Bu hamsterimin ultimate özəlliyi var. Ultimate nədir? Təxmini 2 dəfə bir günlük döyüşdən sonra ultimate'im dolur və aktiv eləyə bilirəm və həmin vaxt nə hədiyyələr çıxarsa 3 qatını götürə bilirəm. İstəyirsinizsə döyüşdən gəlmiş hamsterimin nə hədiyyələr qazandırdığına baxaq. Expedition hissəsinə qayıdıram. Buradan View hissəsinə klik eləyirəm. Baxaq mənə neçə hədiyyə gətirib. 8 burada var. Növbəti səhifədə isə 7 ədəd. Yəni ümumilikdə 15 ədəd hədiyyəmiz var. Buradan Claim üzərinə klik eləyirəm. Baxaq nələr olacaq. Open test eləyirəm. Hal-hazırda gördüyünüz kimi mining aparatları verdi, RST-lər verdi, RLT verdi və həmçinin əlavə olaraq parçacıqlar verdi. Parçacıqlar bilən bilir ki, oyunda çox önəmlidir. Aparatlarımızı yüksəltmək üçün birazdan istifadə edəcəyik. İstəyirsinizsə indi qərar verək,
hansı hədiyyədən 3 qat götürək, ən dəyərliləri seçməliyik. Birinci mən bu mining aparatını seçəcəm. 1 pH-lıq gücü olduğu üçün. Burada gördüyünüz 30 TH-lıq və 25 TH-lıq aparatları seçməyəcəm və ya 6 TH-lıq. Bunlar mənim artıq heç bir işimə yaramır, çünki gücümün yanında çox aşağıdır. Bilməyənlər üçün demək istəyirəm ki, 1000 GH 1 TH edir, 1000 TH 1 pH eləyir və 1000 pH 1 EH eləyir. Yəni bu 30 TH təxmini olaraq 0.03 pH eləyir. Yəni mənim gücüm 800 pH-dir, yəni yanında heç bir təsir olmayacaq. Sadəcə bu faizin təsiri olacaq. Mən də açığı 1%li aparatları çox artırmaq istəmirəm. Çünki hal-hazırda bu oyunda 13532-ciyəm və müəyyən sayda miner aparatı alıram və 1%li aparatlarla doldurmaq istəmirəm. 40%li, 50%li aparatlar almaq istəyirəm. Mən burada 0.02 RLT-ni 3 qat götürməkdənsə 500 fanın 3 qatını götürərəm. Burada 0.5 RLT-ni 3 qatını götürəcəm. 50 RS-in 3 qatını götürəcəm. Collect reverse eləyirəm. Mən bu hamsteri təxminən 5 gün əvvəl 160-170 manata almışdım. Hamsterları hələ ki sadəcə kriptovalyuta ilə ala bilirsiniz. RLT ilə ala bilmirsiniz. Əgər bu oyuna yatırım edəcəksinizsə, birinci şəkildə hamster almanızı məsləhət görərdim. Çünki hamsterdan siz RLT də qazanırsınız. 150 manatı siz RLT çevirdiyinizdə 100 RLT olacaq, amma siz 150 manata bir hamster alsaydınız, 2 ay ərzində siz ondan 200 RLT, bəlkə 300 RLT qazanacaqsınız. Mən hamsteri yeni aldığım üçün levelləri aşağıdır. Bunları 100 etdikdən sonra qazanclar daha da qalxacaq. Əsas səhifəyə yenidən qayıtmaq istəyirəm. Yuxarı sol hissədə bir ədəd etkinliyimiz qaldı. Üzərinə klik eləyirəm. Buradan show more eləyirəm. Yuxarı hissədə gördüyünüz kimi bir barımız mövcuddur. Point barı. Mən ümumilikdə 150.000 point qazandığım zaman bu aparatı qazanmış olacam. Hal-hazırda 9950 point mövcuddur. Point artırmaq üçün isə aşağıda yazdığı kimi, əgər oyunlarda bir level qaldırırsınız, üzərinə klik edirəm birinin, aşağıda gördüyünüz level yazılır. 3 bardan biri doldu. Hər 3 oyunu tamamladığınız zaman, yəni növbəti difficulty levelinə keçdiyiniz zaman 500 point qazanacaqsınız. Əgər oyuna yatırım eləmək istəmirsinizsə, çox mükəmməl bir fürsətdir. Vaxtınız varsa burada oyunlar oynayırsınız. Kiminsə 4 dollara, 5 dollara aldığı bu aparatı 500.000 GH təxmini 0.5 pH eləyir. Bu aparatı heç bir yatırım etmədən alırsınız. Digər nə deyir? Spend 1 RLT. Yəni 1 RLT xərcləyirik marketplace xaricində. Marketplace nə idi? Marketplace hissəsi isə burada gördüyünüz hissədir. İnsanların alış-satış etdiyi hissəni nəzərdə tutur. Buradan 1000 point verir. Yəni 1 RLT xərclədiyinizdə 1000 point qazanırsınız. 10 RLT xərcləsəz 10.000 point qazanırsınız. 1 RLT marketplace-də xərclədikdə isə 150 point qazanırsınız. All reward hissəsinə qayıdıram. Show more eləyirəm. İlk birinci leveldə 0.15 RLT verir. İkincidə 3 saatlıq güc verir. Oyun gücümüzü artırır. Aşağısında mining aparatları var. Əlavə bir özəlliyi də var burada. Siz exchange etdiyiniz zaman bu pointlər qat-qat artır. Necə yəni? Exchange üzərinə klik eləyirəm. Burada mən yatırım etdiyim zaman, yəni məsələn 10 RLT aldığımız zaman deyəlim, yuxarıda gördüyünüz kimi x2 olur. Yəni hər 10 RLT dəyişdiyimdə 1x artır. 20 RLT dəyişsəm 2x artır. Yəni ümumi dəyər qatım 3 qatlı hesablanır. Bu nə deməkdir bəs? Etkinliyə qayıdıram. Burada gördüyünüz 1000 point, 500 pointi 3 qat qazanırıq. Yəni siz gəlsəniz, burada 100 RLT dəyişsəniz 11x olur. Daha sonra bu 11x müddətində gedib 1 RLT xərcləsəniz 1000 point yox, 11.000 point qazanırsınız. Sadəcə bu etkinlik üçün yox. Burada gördüyünüz mənim mining aparatlarım var. Bunları yüksəltmək istəyirəm və bunun üçün müəyyən bir RLT lazımdır. Bu etkinliklə üst-üstə düşdü. Təxmini olaraq bir 100 RLT də almaq istəyirəm. Yəni 250 RLT-im olsa, bu videoda sizinlə birlikdə bu aparatlarımızı yüksəldib gücümüzü artıra bilərik. Hansı ki, hal-hazırda 807 pH gücüm var. Bunu EH-lara qaldırmaq istəyirəm. Wallet hissəsinə yenidən daxil oluram və burada gördüyünüz kimi discount da var. Yəni mən Ethereum-la yatırım etdiyim zaman 35%lik bir endirim alıram. Yəni normalda 100 RLT-ni 170 manata alırdımsa, hal-hazırda 100 RLT-ni Ethereum ilə aldığım zaman 0.02 RLT alıram. Bu da təxmini nə qədər eləyir baxaq. 119 manat 20 qəpik eləyir. Yəni təxmini 50 manatlıq bir ekonom eləyirəm. Amma əvvəlcədən demək istəyirəm ki, bu video qəti şəkildə yatırım tövsiyəsi deyil. Siz bu videonu izlədikdən sonra fərqli roller coin videolarını izləyə bilərsiniz və dediklərimin doğru olduğunu görəcəksiniz. Daha sonra öz iradənizlə yatırım edib etməyəcəyinizi seçə bilərsiniz. Mən hal-hazırda sizə
öz etdiyim yatırımları və özümün real qazandıqlarımı göstərirəm və qeyd etmək istəyirəm ki, sayt 7 ildir ödəməsini eləyir. Bunu da başqa YouTube videolarına baxıb araşdırıb görə bilərsiniz və təsdiqləyə bilərsiniz. Təxmini 0.02 Ethereum yatırım edib videonu yenidən başladıram. Hal-hazırda gördüyünüz kimi balansıma Ethereum əlavə olundu. İndi RLT-yə dəyişmək istəyirəm. Buradan Ethereum-u seçəcəm və hal-hazırda maksimumu seçəcəm. Maksimum 143 RLT yatıra bilirəm. Nəzərdə tutduğumdan biraz artıq Ethereum yatırdım. Təxmini $100 dəyərində. Amma eybi yox. Əsas odur ki, bu bizim X-imizə əlavə olunacaq. Razılaşma şərtlərini qəbul edirəm və buy tokens eləyirəm. Hal-hazırda yuxarı hissədə gördüyünüz kimi 293 RLT-miz oldu və əsas səhifəyə gəlirəm. Burada 15.3 əmsal olduğunu da göstərir və müddət 59 dəqiqə. Yəni bu əmsal 59 dəqiqə boyunca aktiv olacaq. Marketplace xaricində dəyişdiyim bir RLT 15300 pointdir artıq. Biraz sandıq açıb buradan pointimi artırmaq istəyirəm. Sandıq açmaq üçün Season Pass hissəsinə gəlirəm. Buradan Loot Boxes və burada olan sandıqların birini açacağam. Hal-hazırda RLT-im çox olduğuna görə səhifəni yeniləyəcəm təkrardan. Çünki yuxarıda 150 RLT göstərir. 293 RLT yeniləndi. Buradan 10 ədəd sandıq açmaq istəyirəm. Bu 89.5 RLT eləyir. Həmçinin sandıqların içərisindən bir sandıqdan 1000 RLT də çıxa bilər və ya RLT-miz aşağı düşə bilər. Amma mən əsas bunu RLT qazanmaq üçün yox, burada olan mining aparatlarını almaq üçün eləyirəm və təbii ki, əgər RLT-im də qalxsa daha xoşbəxt olaram. Hal-hazırda 293 RLT-dən başlayırıq. Baxaq nə qədər olacaq RLT-miz. 277 RLT-yə düşdü. Təxminən 16 RLT-miz azaldı. Claim all eləyirəm. Əsas səhifəyə qayıdıram. Burada gördüyünüz kimi artıq bir neçə hədiyyəni aldım və avtomatik 6-cı levelə qalxdım. All reward hissəsinə gəldiyim zaman burada artıq 6-da olduğumu göstərir. Əlavə olaraq sizə xüsusi bir sayt da demək istəyirəm. Həmin saytın linkini burada açacağam. Siz adını oxuyub daxil ola bilərsiniz. Burada Rollercoin ilə bağlı çox köməklik ala bilirik. Məsələn, Event History hissəsinə gəlirəm. Adından da baxa bilərsiniz. 7 noyabr 10 noyabr arasındadır. Hamster Nikition deyə yazılır səhv etmirəmsə. Eyni addadır. Check event eləyirəm. Burada gördüyünüz kimi hansı hədiyyənin hansı pointdə olduğunu görüb öz büdcəmizə uyğun hesablama apara bilirik. Mən hal-hazırda 6-cı səviyyədəyəm və 750.000 point olduqda bu hədiyyəni alıram və ən son hədiyyəni 12-ci səviyyədə 22 milyon point ala bilirəm. Həddindən artıq yuxarı bir rəqəmdir, amma bəlkə də videonun davamında bu aparatda ala bilərik. Biraz da pointimiz qalxsın. Hal-hazırda 277 RLT-də başlayırıq. Yenilədim. 276. Super. Heç bir RLT-miz azalmadı və qarşılığında çox point qazandıq. Təbii ki, bu hissədə biraz risklər var. Bir sandığın dəyəri 9 RLT-dir. İçindən 7 RLT çıxan da var, 15 RLT çıxan da var. Bunlar bir-birini balanslaşdırıb heç bir ziyana getmədik. Baxaq burada səviyyəmizə 7-ci səviyyəyə qalxdıq və mining aparatlarımız da həmçinin burada 2-ci səhifəyə gəlmək istəyirəm. Add miner eləyirəm. Gördüyünüz kimi miner aparatlarımız bura əlavə olunur. Videonun davamında bunları əlavə edərik. Yenidən sandıq açmaq istəyirəm, çünki çox yaxşı başlamışıq. Bəlkə də 12-ci yerə kimi də gələ bilərik, bilmirəm. Böyük ehtimal burada büdcəmiz azalacağına basıram. 276-da başladıq. Neçəyə düşdü? 269. Bu da mükəmməl oldu. 7 RLT-yə çox əla point aldıq. Burada 8-ci levelə qalxdıq. İndi 3-cü səviyyə aparatını almaq üçün çox az bir point qalıb. Davam eləyəcəm, çünki çox yaxşı gedir gözlədiyimə nisbətən. Yenə də alacam. 269-da başladıq. Təxmini 13 RLT itirdik. Claim all eləyirəm. Çünki vaxt itirmək istəmirəm. İstəyirsinizsə bir dənə də ucuzludan aça bilərik. 14.5 RLT gedir. 5 RLT azaldı birdən-birə. Mənim bunu açmağımın səbəbi odur ki, bunun dəyəri 1.45 RLT-dir və ən aşağı hədiyyəsi 0.25 RLT-dir. Yəni bundan çox bizim RLT-miz çox azala bilər. Amma 8.95 RLT olan ən aşağı hədiyyəsi 5 RLT-dir. Yəni 55% eləyir. Yəni bizim RLT-miz maksimum 55% azala bilər. Amma digərində 80-90% ola bilər. Ona görə mən bu sandıqdan təkrar 10 dənə açım. Vəziyyətə görə artıq bir qərar verəcəm. 247 RLT-də başlamışdıq. 5 RLT azalmaqla yenədən buradan sandığımızı aldıq. Təkrar 10 RLT açıram, çünki yaxşı gedirik hal-hazırda. Yenədən 6 RLT-miz getdi. Claim all eləyirəm. Hal-hazırda baxaq burada necədir vəziyyət. 10-cu səviyyəyə çatmışıq.
Burada yeni mining aparatı var. Bunun özelliklerine baxmışdım. Çox yuxarı deyil. Mən əsas bu Tesseract mining aparatı mənə lazımdır. Hal-hazırda təkrar 10 dənə açacağam. Buy box eləyirəm. Claim all eləyirəm. Təkrar 10 ədəd açacağım. Və claim all edirəm. 8-ci aparatı aldıq yəqin ki, hətta 11-dəyik artıq. Yəni hal-hazırda sadəcə 11 və 12-ci aparatlar qalıb. Yəni 4 səviyyə Tesseract'ın 4 səviyyəsi və 5 səviyyəsi qalıb. Bunları da almaq istəyirəm, amma 36 milyon point istəyir. Biraz qərarsızam, hara kimi gəlmişik. Daha çox əvvəlində 1 milyon. Yəni 1 RLT xərclədiyimizdə 15.300 point qazanırıq. Burada 35 milyon point almalıyıq. Kalkulatorda qeyd edirəm. Və biz hər RLT-də 15.300 point qazana bilirik. Bölürəm bunu 15.300-ə 2287 RLT. Yəni biz bundan sonra 2287 RLT xərcləməliyik ki, bu aparatları ala bilək. Təxmini 200 RLT ilə daha 11 dənə də sandıq açmalıyıq. Yəni 10-lu sandıq açmalıyıq. Hər dəfəsində 10 RLT ziyana getsə, 110 RLT ziyana gedirik. Qarşılığında nə alırıq? Qarşılığında 20 pH-lıq 40% aparat və 70 pH-lıq 50% aparat. Düşünürəm ki, sərf eləyir hal-hazırda bu təklif. Bəlkə daha az xərcimizdə çıxa bilər. 10 ədəd açacağam. Əla, 4 RLT-miz, 3 RLT-miz falan azaldı. Təkrardan 10 ədəd açacağam. Bu dəfə biraz çox azaldı. Claim all eləyirəm. Burada aşağıda hansı sandıqlarımız var? 22 RLT olan da var. Hal-hazırda 187 RLT-miz qalıb. Bu aparatı sadəcə alsam mənə kifayət eləyər deyə düşünürəm. Hal-hazırda 4 milyondayıq. 10 ədəd də açacağam. Claim all eləyirəm. O 50 gördüyünüz kimi RLT çıxdı və 180 neçə RLT idi səhv eləmirəmsə, hal-hazırda uduzduğumuzu da qazandıq. Bu bizə çox əla oldu. Yenidən açıram. Hələ ki çox əla gedirik. Tam gözlədiyimdən daha yaxşı nəticədir hal-hazırda. Sabit qaldıq, nə uduzduq, nə qabağa düşdük. Yenidən 10 ədəd açıram. Əla. Nəsə çox. Burada Epic RLT çıxmadı deyə balansımız biraz aşağı düşdü. 174 RLT-yə düşdü. Səhifəyə baxaq. Hal-hazırda 14 milyon olmalıyıq. 9.4 milyondayıq. 14 milyon olub, daha sonra bunu dayandıracağam. 10 ədəd yenidən açıram. Claim all eləyirəm. 10 ədəd də açacağam. Baxaq nə qədər eləyir. 12 milyon. Təxminən 2-3 dəfə də açsaq düşünürəm ki, kifayət eləyəcək. Yenidən 50 RLT çıxdı. Balansımız yuxarı qalxdı 163 RLT-yə. Çox az bir şey qalıb. Gəlin dəqiq hesablayaq, çünki artıq xərcləmək istəmirəm. 14 milyon pointdən çıxıram. Burada gördüyünüz pointi. Daha sonra 15.300-ə böləcəm. Təxmini 31 RLT-lik xərc etməliyik. Yəni 89 RLT xərcləməyəcəm. 5 ədəd açsam kifayətdir. Buy box eləyirəm. Claim all eləyirəm. Baxaq, gördüyünüz kimi artıq 4 səviyyə aparatını da aldım. Mənim üçün bu mükəmməl oldu. Gözlədiyimdən daha yox nəticə oldu. Sandıq hissəsində biraz risk var. Mən özüm də sandıq etmək istəmirdim. Amma yaxşı başladıq deyə davam etdim. Sadəcə bunu ala bilmədim. Buna da davam etməyəcəm. Çünki olan RLT-mi azaltmaq istəmirəm. 270 RLT ilə başlamışdıq və hal-hazırda 160 RLT var. 110 RLT yaxşı alış-veriş etdiyimizi düşünürəm. Hal-hazırda gücün qalxışını da siz də görəcəksiniz. Sol hissədə gördüyünüz kimi gündəlik həftəlik tapşırıqlarımız da var. Buradan RST-lər də qazana bilərsiniz. Claim eləyirəm bunu. 6 RLT dəyişdiyimizə görə. Çox sadə tapşırıqlardır. Hətta baxın burada nə deyir? 10 ədəd coin match oyunu udmalıyıq. 7 XP 30
LSD qazanırıq. 15 oyun uduruq. 7x və 30 sezon token qazanırıq. Yəni mən bir ədəd CoinMatch oyununu udsam, bu ikisini də alacam. Ona görə hər ikisini elə videoda eləmək istəyirəm. Bu işin yatırımsız böyüdə biləcəyiniz hissəsidir. CoinMatch oyununun daxil oluram. Hətta biraz oynamışdım videoya görə. Sadəcə bir oyun saxladım ki, videoda birlikdə həmin tapşırığı yerinə yetirək deyə. Çox sadə oyunlardır. Bu oyunlara sadəcə vaxt ayırmaq lazımdır biraz. Bir yerdən sonra oyun oynamağınıza da ehtiyac qalmayacaq, amma dediyim kimi bir qədər oynamaq lazımdır ki, daha sürətli inkişaf edə bilək. Mən belə hal-hazırda biraz oyun oynayıram. Çünki o tapşırıqları yerinə yetirmək üçün hamısına RLT vermək istəmirəm. Gördüyünüz kimi sürətli formada yerinə yetirdik. Claim reward eləyirəm. Bu hissəni gözləyin, çünki oyun oynadıqca əlavə olaraq hədiyyələr də buradan verə bilir. RLT verir, bəzən Tron verir, kripto verir. Əsas səhifəyə qayıtdığımda yəqin ki, həmin iki tapşırıq da tamamlandı. Bunları da claim eləyəcəm. Və həftəlik tapşırığımı da bitirdim. Bunu da claim eləyirəm. 200 XP və 600 sezon token qazandım. Sol hissədə event hissəsindən sezon pass var. Buradan XP-lərlə sezon passda level qalxırsınız və burada gördüyünüz hədiyyələri qazanırsınız. Məsələn, mən 11-ci level çatdım. Bu mining aparatını da mənə hədiyyə verdi. 1 pH gücü var. Sezon store hissəsində isə burada qazandığınız LSD-lərlə sandıqlar aça bilirsiniz və buradan parçacıqlar alıb öz aparatlarınızı inkişaf etdirə bilirsiniz. Az əvvəl qazandığımız aparatlar mən indi istifadə etmək istəyirəm. Hal-hazırda baxaq nə qədər gücüm var? 807 pH. Təxmini 0.8 EH eləyir. Baxaq, aparatları əlavə etdikdən sonra neçə olacaq? Çox böyük güc gözləyirəm əslində. Buradan aparatlarımı əlavə eləyirəm. Çox böyük burada əsas faiz gücləri qazandım. Faiz gücləri mənim sürətimi çox qaldırır. Hələ bu aparatları yüksəltdiyim zaman 20%li aparatları birləşdirəndə bəzən 30%, 40% eləyir. Aparatlarımı hal-hazırda əlavə etdim. Sərgiyə salmamışam. Normalda rəflər də bonus verir. Daha axırda detalları özüm həll edəcəm. Sadəcə burada ümumi gücə baxaq. 1.225 EH-ə əlavə olundu. Səhifəni yenidən yeniləyirəm və aşağı hissəyə gəlirəm. Gördüyünüz kimi gücümüz 277% və 1.225 EH oldu. Növbəti vaxtlarda, növbəti günlərdə, növbəti aylarda bunu gücümü 500 EH, 1000 EH, 100 EH gücünə qaldırmağa çalışacağam. Əslində bu videoda mining aparatlarını birləşdirməyi də göstərmək istəyirdim. Hansı ki, məsələn, buradan baxın mənim Green Lantern aparatım var. 5 səviyyəsi var, 4 səviyyəsi var, 3 səviyyəsi var. 2 ədəd də 1 səviyyəsi var. Burada görürsünüz. Mən 1 səviyyələri 2 səviyyə eləyə bilərəm. Buradan möcüzə gəlirəm. Yetəri qədər mənim hal-hazırda Green Lantern aparatım var. Maksimum səviyyə eləyə bilirəm. Amma videoya saxlayırdım bunu etmək üçün və hal-hazırda videomuzda çox uzun olduğunu düşünürəm. Sizi çox yormaq istəmirəm. Yəqin ki, növbəti videoya saxlayacağam. Baxın, ümumi gücümüz bir aparatın maksimum səviyyədə 150 pH olur və faiz gücümüz 45-ə qalxır. Çox əla nəticədir. Yəni ona görə yüksəltməliyəm. Həm az yer tutacaq. Bütün bu aparatların gücünü hesablasaz 150 pH-dan az eləyir və 45%-dən də az eləyir. Ona görə bir aparat daha az yer tutur, siz daha çox aparat yerləşdirə bilirsiniz deyə. Nə qədər az sayda aparat və nə qədər yüksək bonus faizi alsanız, o qədər sizin üçün sərf edər. Son olaraq burada uğurlar hissəsinin hansısa tapşırığı da tamamlamışıq. Claim eləyirəm. Bu ümumi RLT xərcləməkdir. Bir ədəd də tapşırıq 1500 RLT də storda xərcləmiş idi. 15 RLT də buradan bonus verdi. Növbətçisini artıq tamamlayabilmədik. Burada nə deyir? Ümumilikdə 5000 RLT xərcləsək 50 RLT də bonus verir. Son olaraq sizin üçün çəkilişdən danışmaq istəyirəm. İndi isə videonun əvvəlində danışdığımız çəkiliş haqqında danışmaq istəyirəm. Çəkilişimizdə bir nəfərə 30 dollarlıq kriptovalyuta göndərmək istəyirəm. Onun Roller Coin hesabına göndərəcəm. Çəkilişə qatılmaq üçün kanalımıza abunə olmalısınız, videonu bəyənməlisiniz və şərhlərdə bir şərh bildirməlisiniz. Ola bilər müsbət bir rəy bildirəsiniz, ola bilər oyun haqqında suallarınızı bildirəsiniz. Ki əlavə etmək istəyirəm ki, oyun haqqında nə sualınız olarsa, şərhlər hissəsində bildirin. Bacardığım qədər dəstək olmağa çalışıram. Siz də görürsünüz bunu. Daha sonra növbəti videomuzda tam şəffaf şəkildə proqram vasitəsilə şərhlər arasından bir nəfəri seçəcəm. Növbəti videomuz dəqiq bilmirəm tarixini, bir həftə sonra da gələ bilər, biraz tez də gələ bilər.
Amma böyük ehtimal ki, 1 həftədən sonra olacaq. Videoda həmin izləyicini seçdikdən sonra həmin izləyicinin kommentini yazıb onun istədiyi valyuta üzrə cüzdanını istəyəcəm. Roller Coin-də baxarıq hansı endirim varsa, bəlkə Tronda, bəlkə Dogecoin-da ona uyğun kriptonu göndərəcəm ki, həmin endirimdən də yararlana bilsin qalibimiz. Hal-hazırda əlimdən gələn sizə edə biləcəyim dəstək bu formadadır. Əgər çəkilişlə bağlı başqa ideyanız varsa, daha ədalətli olmağı üçün və ya başqa formada ideyanız varsa, şərhlərdən mütləq bildirin, bütün şərhləri oxuyuram. Və həmçinin siz bu videonu ola bilər bəlkə 15 dəqiqə, bəlkə 25 dəqiqə izləyirsiniz. Amma mən bu videonu sizə inandırım ki, 2 saatdır artıq səsləndirirəm və videodan 1 saat əvvəl də ssenariyo yazmışam. Ssenarionu niyə yazıram? Daha qısa müddətdə, daha ətraflı şəkildə sizə tam aydın formada izah etmək üçün. Ona görə mütləq kanala abunə olub yeni gələn videoları izləyə bilərsiniz. Çünki videolarımızda yeniliklərdən danışırıq. Məsələn, hansı ki, ola bilərdi siz burada daxil ola bilərdiniz, səs vermə hissəsində artıq realiti xərcləyə bilərdiniz. Mən uzun müddət burada məşğul olduğum üçün onları analiz edib sizə əsas nəticəni deyəcəm. Təbii ki, bir müddətdən sonra özünüz də daha dəqiq analizlər eləyə biləcəksiniz. Böyük ehtimal növbəti Roller Coin videomuzda burada gördüyünüz mining aparatlarını yüksəldəcəm. Burada Green Lantern aparatım var. Buradan Eclipse bu aparatım var. Bunu da yuxarı güc verir. Birləşdirəndə onu birləşdirməliyik. Əlavə olaraq burada 3 dənə aparatım var. Birini 2 səviyyə eləməliyik. Bunların hamısını videoya saxlayıram ki, növbəti videolarımız maraqlı olsun. Elə isə videonu çox uzatmaq istəmirəm. Kanalımıza abunə olub videoya like atmağı unutmayın. Sağ olun, salamat qalın.